Azərbaycanla Rusiya arasında iyunun 24-də imzalanan sazişə əsasən informasiya təhlükəsizliyi sahəsində dövlətlər bir-birinin ərazi bütövlüyünün, suverenliyinin və təhlükəsizliyinin qorunmasına dair öhdəlik götürürlər. Razılaşma həm də Azərbaycanın erməni təəssübkeşliyi üzərində növbəti uğurudur. Tarixin sınağından çıxan Azərbaycan-Rusiya münasibətləri informasiya təhlükəsizliyinə dair birgə fəaliyyət əsasında daha da möhkəmlənir. Lakin bu strateji müttəfiqliyin pozulmasında maraqlı olan qüvvə kifayət qədərdir. Elə mütəmadi olaraq Rusiya mediasında peyda olan və xüsusi canfəşanlıqla erməni xəyallarının təbliğatını aparan bəzi dairələr əməkdaşlığın yeni mərhələsindən narahatlıq duyurlar. Çünki saziş Rusiya mediasında at oynadan ermənilərin erməni lobbisinin dayaqlarını məhv etmək qabiliyyətindədir. Rusiya informasiya məkanında erməni lobbisi, ermənilərə dəstək olan və ermənilərin bilavasitə rəhbərlik etdiyi kifayət qədər informasiya mənbələri vardır, informasiya agentləri vardır. Və burada da təbii ki, Azərbaycana qarşı hər hansı bir təhdid baş verərsə, Azərbaycana qarşı hər hansı bir informasiya, belə deyək ki, əsassız bir informasiyanın yayılması baş verərsə, Rusiya tərəfdən birmənalı şəkildə bunun bloklanması, bunun qarşısının alınması təbii ki, ən başlıca vəzifələrdən biri kimi olacaqdır. Yeni saziş hər iki dövlətin suveren ərazisində separatçılığa, terrorçuluğa və ekstremizmə qarşı hər növ fəaliyyətə də böyük zərbədir. Təsadüfi deyil ki, Qarabağ iqtisadi rayonunda Rusiya sülh məramlarının məsuliyyət zonasındakı hələ də mövcud olan separatçı qüvvələr sazişin imzalanmasına görə təşviş içindədirlər. Azərbaycanla Rusiyanın bütün müstəvilərdə istənilən bir sahədə anlaşması, belə sazişlər imzalanması ilk növbədə məhz erməni diasporunun Rusiyadakı, bir də Ermənistanın əleyhinə işdir. Bir də ki, indi bizim o hələ ki Rusiyanın sülh məramlı qüvvələrinin nəzarəti altında olan ərazilərdəki o separatçı rejimin tör-töküntüləri, o qalıqlarını narahat edir. Rusiya həm öz media məkanında, həm də Ermənistanın media məkanında çalışacaq ki, bu negativ halların qarşısı olsun. Beləliklə, Rusiyanın informasiya məkanından ölkəmizə qarşı təhdidləri bloklayan yeni razılaşma həm də Azərbaycanın terrorçuluğa qarşı mübarizəsini də gücləndirir. Bu isə onu deməyə əsas verir ki, strateji müttəfiqimizin mediasında bundan sonra əvvəlki kimi anti-Azərbaycan materiallarının dərc olunmasının qarşısı alınacaq. Rüstəm Mikailzadə, Zaur Həşimov, AzTV Xəbər.